Əziz izləyicilər, əziz məntiq sevərlər, bugün mən sizlərlə Etibar Lətifinin 5-ci sinif məntiq kitabından test 14-ün qeyri-aşkar əməllərin suallarını paylaşacağım. Deməli, bu testimizdə 25 dənədir və sizlərə qeyri-aşkar əməllərlə bağlı suallar təqdim olunur. Onu da qeyd edeyim ki, bizim bu kitabın video izah və PDF izah qrupu var. PDF izahlarımız da bu şəkildə qruplara atılır. Baxın, bu şəkildə izahları yazılır və qruplara atılır. Başlayaq birinci sualımızdan. Birinci sualımızda deyir ki, ümumiyyətlə qeyri-aşkarlıq tapanda bilirsiniz ki, biz 60'dan 5'ten 21 almalıyıq. Ona görə biz nə edirik? 60'ı bölürəm 5'ə bərabər 12. Bax, bu işarə məndə həmişə tərsinə rəqəmlərin yerini dəyişirəm. 21 alınır. 42'yi bölürəm 3'ə 14 alır. Rəqəmlərin yerini dəyişirəm. 41. Bu şəkildə irəliləyir və cavab olaraq 80'i, baxın üstündə yazıram. 80'i 5'ə bölürəm 3'əcək 16, tərsini çevirəm, olacaq 61. Cavabımız eləyəcək C variantı. İkinci sualda. Topluyorum. Eləyəcək 99. Bölürəm 3'ə. Eləyəcək 33. Ümumiyyətlə yoxlamalıyıq bütün hamısını. Əgər uyğun gəlirsə, deməli, gedişatımız budur. 59'dan 16'yı topluyorum. 75. Bölürəm 3'ə. Bərabər 25'e. Cavab olaraq 22 ilə 14'ü toplayıram. Bərabər eləyəcək 36'ya. Bölürəm 3'ə. Bərabər də 12. 12 də mənim A variantımdır. Üçüncü sualda. Deməli, üçüncü sualda 3 vuraq 6 üstə gələk 3 üstə gələk 6. Bu şəkildə irəliləyir. 18 üstə gələk 9. Sonra 40 üstə gələk 13. 45 üstə gələk 14. Cavab olaraq 63 üstə gələk 16 bərabər 79'a. A bəndi. Dördüncü sualda. Dördüncü sualda toplayıram bu ara. 20 ilə 27'ni toplayıram. Bunu yazmağa ehtiyac yoxdur. Deməli, cavab 47 edir toplayanda. 47'nin rəqəmləri hasili 4 vuraq 7 bərabər 28 edir. İndi cavab olaraq bütün hamısında ödəyir 33'dür. 33'ün rəqəmləri hasili 9'dur. Cavab olaraq 48'in sonunda üçgəni 2, 62. 6 dəfə 2 isə 12 edəcək A bəndi. 5-ci sualda. Bunların hasilidir. 2 vuraq 5 vuraq 8 80 edir. 4 vuraq 1 vuraq 8 32 edir. Cavab olaraq 6 vuraq 7 vuraq 2 12'yi 7'ye vuranda cavabımız eləyəcək 84 D bəndi. Növbəti 6-cı sualda. Baxın, bu işarə çıxaqdır. Bu işarə böləkdir. Bölək. 33'dən 5 çıxanda 28, 7'ye bölündə 4. 18'i 6'ya bölündə 3. Birini çıxanda 2. 45'i 3'ə böləndə 15. 5'ə böləndə 3. Burada çıxaq 22. Bölək 11. Yəni 11 bərabər x çıxaq 5. X da bərabər 11 üstə 5 gəldi 16. A bəndi. 7-ci sualda. Deməli, 7-ci sualda bu iki rəqəm, sondaki iki rəqəm qarşıya keçir. İlk əvvəlki də sona keçir. İndi buna əsasən, bu smaylikdə belədir. Sondaki iki rəqəm qarşıya keçir, əvvəldəki də sona keçir. 26'yı mən qarşıya yazıram. 3 də axıra keçir. İndi gəlin görək burada nədir? 315 üstə 25 gəlir. 130 üstə 25 gəlir. Burada da şərt belədir.
İndi 263-ün üstə 25 gələcək. 8, 8, 288 deməli. 8-ci sualda. Bu işarədə vurağı 2-dir. Bu işarədə bölək 2-dir. Düzdür? İndi burada 202 bölündə 600 üstə gedək. 252 bölündə 125. Bunu toplayanda 725 abəndi. Əsas odur, misaldakı mahiyyəti tapa bilərsin. Yəni, bunun PDF hissəsi var deyə uzun vaxtımız getmir və yazmıram. Burada da birinci ilə ikinci 3 vuraq 4 üstə gedək 8. Birinci ilə ikinci rəqəmin hasili üstə gedək 3-cü rəqəm. 7 və 8 56 üstə 9 gəlir 65. 6 və 5 30 üstə 4 gəlir 34. 4 və 8 32 üstə 5 gələndə 37 C bəndi. 10-cu sualda. Baxın burada toplayıram. 3 üstə 4 gəlir 7, 17, 24. 10, 13, 23. 13, 3, 16. 8, 3, 11. Cavabımız da budur. Növbəti hasildir. 4 vuraq 8, 32. 3 vuraq 9, 27. 6 vuraq 7, 42. 7 vuraq 9, 63 C bəndi. Burada da kvadratlar. 3-ün kvadratı üstə gələk 4-ün kvadratı. Bərabərdir 25-ə. 7-nin kvadratı 49 üstə gələk 25 bərabərdir 74-ə. Və cavab var. Burada cavabı neyəsə ala bilmədim mən. Görün mənim səhv bilirəm. 25 üstə gələk. 11-in kvadratı mən 121 bilirəm. 11 vuraq 11. 1, 1, 1, 1. Hə, 121. 121. İndi mən səhv toplayıram. 25 gələndə 6, 4, 100. 146. Amma cavabımız yoxdur. Amma dəqiq bilirəm ki, cavabımız 146'dır. Ola bilsin hər hansı bir nəşriyyat səhvidir. Cavabımız burada 146'dır. 13-cü sualda. Deməli, burada silək bunun mani olmasın. 13-cü sualda nədir? Hə. 13-cü sualda 85'in üstünə, bax bu 85'in üstünə bu 3 gəlib 88. 27'nin üstünə 7 gəlib. 28'in üstünə 7 gəlib 35. 41'in üstünə 9 gəlib 50. 25'in üstünə 8 gəlib eləyəcək 33. Baxın yazıram bura. 25 üstə gələk 8. 2 ayırıram. Bax burada da qeyd eləmişim. Bunda birinci 6'yı 2'ye vururam. İkinci 6'yı 2'ye bölürəm. Vurmada alınan birinci, bölmədə alınan ikinci yazıram. 60'ı 2'ye vururam. 120 2'ye bölürəm 30. 120 30 C bəndində var. 15-ci sualda. Burada 3 dəfə 6. Burada 36 25. 36'dan kök alsa, yani 36 neyin kvadratıdır? 6'nın. 25 neyin kvadratıdır? 5'in. Bunların hasili 30. 64 8'in kvadratı, 49 7'in kvadratı. Bunların hasili 56. Cevap olarak 110'un kvadratıdır. 4 de 2'nin kvadratıdır. Hasil olarak da 20 B bəndi. Burada da yine 35 çıxılsın 2. 33, 78 çıxılsın 1, 77, 49 çıxaq 7, 63 çıxaq 8 eləyəcək 55. B bəndi. 17-ci sualda. 36 bölək 4, 9. 66 bölək 3, 22. 28 bölək 7, 4. 77 də 7'ye bölündə düşəcək 11. Burada. Bunun birincini toplayıp birinci yazıp, ikincini toplayıp ikinci yazıp. 9, 2, 9, 2, 11, 7, 8, 9. Eləyəcək 89 A bəndi. 19'da. 9'un kvadratı 81. Yox, kvadrat deyil. 2'ye vurmadı. 9'u vurup 2'ye 18 tersine çevirir. 81. 14'ü 2'ye vurur. 28 tersine çevirir. Cevap olarak 21'i 2'ye vurur. Eləyəcək 42. Tersine çevirecek 24. 24'ü 2'ye vuracak 48. Tersine çevirecek 84. Burada mahiyyəti tutmaq lazımdır. 20-ci sualda.
Deməli 20-ci sualda 7 və 8 28. 28 nədir? Təzə vurma cədvəlini öyrənən uşaqlar kimi dedim lap. 7 və 8 56 çıxılsın 2 və 8 16. Bərabərdir 40-a. 44 və 9 36 minus 21 bərabərdir 15. Cavab olaraq 42 çıxılsın 16 bərabərdir 6 26. D bəndi. Burada Y dəfatı 42 tərsi 24. Yəni məntiqdə rəqəmlərin yerini dəyişməyi çox görəcəksiniz. 32 tərsi 23. Cavab olaraq 39 tərsi 93. Yəni bilin ki, bu qaydada var. Konkret olaraq bilirik ki, məntiqdə hər hansı bir qayda yoxdur, amma əgər ki, belə bir misallar görsəz, bilin ki, məntiqi bu şəkildə də həll etmək olur. Sonra 3 üstə 4 gələndə 7, 11 yox. Toplayaq görək neçə edir bu? 0, 90. 22-ci sualda 12, 30 hə. Hasillərini toplayır. 12, 30, 42, 42, 9, 51 hə. Bunda hasili 56, 20. Toplayanda 76 D bəndi. 23-cü sualda toplayır bunlar. 39 tərsi 93. 52 tərsi 25. Cavab olaraq 383 tərsi 38 A bəndi. 24. Yenə 6'yı 7'ye vurur 42, 3'ü 2'ye vurur 6, 4'ü 5'e vurur 20, 7'yi 2'ye vurur 14, 2'yi 6'ya vurur 12, 9'u 4'e vurur 36, 7'yi 8'e vurur 56, 3'ü 5'e vurur 15. 56, 15 bizim C bəndimizdə var. 25-də 9 dəfə 6 54, 5'in üstə 4 gəndə 9, kvadratı 81. 4 dəfə 8 32, 32'nin rəqəmləri cəmi 5, kvadratı 25. 3 dəfə 5 15, 15'in rəqəmləri cəmi 6, kvadratı 36. 2 dəfə 7 14, 14'ün rəqəmləri cəmi 5, kvadratı 25. Y'miz oldu 14, E'miz oldu 25. Bunların da cəmi eləcək 39'a. B bəndi 25 tane sualımızın sonuna geldik. Bizim video plus PDF, baxın kitabın PDF-i nəzərdə tutulmur. PDF izah nəzərdə tutulur. Onsuz da video şəklində kitabımız paylaşılır. Video və PDF izah paylaşılır cəmi 10 AZ-nə. Ödənişi bir dəfə ödəyirsiniz. Sadəcə qrupa daxil olarkən. İstəyənlər aşağıda qeyd edəcəyimiz əlaqə vasitəsindən bizlə əlaqə saxlaya bilərlər. Nömrəmizi bura qeyd edirəm. Deməli, nömrəmiz 586 75 96. WhatsApp nömrəmizlə bizlə əlaqə saxlaya bilərsiniz. İzlədiyinizə görə təşəkkürlər. Hər birinizə uğurlar. Növbəti videolarda görüşənədək.